Herkese salam. Bugün sizin üçün 20'si 4. ay 2025-ci il tarixində keçirilmiş 9-cu siniflərin imtahanının izahını verəcəm. İlk sualımızla başlayaq. Deməli, birinci sualımızda bizə nə deyir? Kök altında 0,25, vıraq 16, vıraq 0,36 ifadəsinin qiymətini hesablayın. Uşaqlar, ifadənin qiymətini hesablamaq üçün biz bilməliyik ki, bu ədədlər kökün altından neçə çıxacaq? Yəni 0,25 kökün altından 0,5 kimi çıxır. Yəni 0,25 kökün altından 0,5 kimi çıxır. 0,5 vıraq 16, 4 vıraq 0,36 isə 0,6 kimi çıxacaq, bərabərdir. 0,5-i 4-ə vurduqda 2. 2-ni də 0,6-ya vuranda cavab 1,2. Uşaqlar, burada vergül düşməyib, ona görə də doğru variantımız D variantı olacaq. 58-ci sual. İstənilən boş olmayan A, B, C çoxluqları üçün münasibətlərdən hansı doğru deyil? Deməli, bizdən doğru olmayanı soruşur. Onun üçün də bir-bir variantları yoxlayaq. A variantında belə deyir. B alt çoxluqdur. B ilə C-nin kəsişməsi. Venn diaqramda bunu göstərə bilərik. Ki, görək, həqiqətən də belədirmi? B çoxluğu, C çoxluğu və kəsişmə dediyi üçün ortanı götürməliyik biz. Deyir ki, B alt çoxluğudur B ilə C-nin kəsişməsin. Deməli, uşaqlar, demək istəyir ki, B-nin özü bütövlükdə B ilə C-nin kəsişməsinin alt çoxluğudur. Xeyr, bu variantımız yanlışdır. Ona görə doğru variantımız A variantı. 59-cu sual. 10-un kvadratı çıxaq 8-in kvadratı bölək 18 ifadəsinin qiymətini hesablayın. İfadənin qiymətinin hesablanmasının asan yolu odur ki, müxtəsər vurma düsturundan istifadə etməliyik. Demək, burada nə edirik? 10-un kvadratı çıx 8-in kvadratı bizə hansı müxtəsər vurma düsturunun açılışıdır? A kvadratı çıxaq B kvadratının. Bərabərdir A çıxaq B, A üstə gələk B şəklində olacaq açılışı. Onun üçün də tətbiq eləyək. 10 çıxaq 8, vıraq 10, üstə gələk 8. Bölək 18. Ondan 8-in çıxanda 2, vıraq 10-un üstünə 8 gələndə 18, bölək 18. 18 ilə 18 ixtisar gedəcək, cavab olacaq 2. Doğru variantımız D variantı. 60-cı sual. Velosipedçi 24 km/saat sürətlə hərəkət edərək müəyyən məsafəni 1,5 saata qət edir. Velosipedçi həmin yolu 18 km/saat sürətlə neçə saata geri qayıdar? Uşaqlar, burada bizə sürəti verib və saatı verib, zamanı verib. Nəyi verməyib? Məsafəni. Ona görə də biz ilk öncə nəyi tapmalıyıq? Məsafəmizi, yəni S-i. S bərabərdir. Düsturumuz belədir ki, V-ni T-yə vurmalıyıq. Bərabərdir. V, yəni sürət 24 km/saatdır. Vuraq T zaman müddətinə, yəni 1,5-ə. 24-də 1,5-ə vuranda cavab edəcək 36 km. Uşaqlar, məsafəni tapdıq. İndi bizə deyir ki, velosipedçi həmin yolu 18 km/saat sürətlə neçə saata geri qayıdar? Yenidən zamanı soruşur. Məsafəni tapdıq artıq. Zamanı soruşduğu üçün T bərabərdir. Bu səfər S-i bölməliyik V-yə. Yəni 36-nı böləcəyik 18 km/saata. Doğru cavabımız 2 edəcək. Variant B variantı. 61-ci sual. Daxili bucaqlarının cəmi 1800 dərəcə olan qabarıq çoxbucaqlının tərəflərinin sayını tapın. Uşaqlar, qabarıq çoxbucaqlının düsturu belədir ki, 180 dərəcə vuraq, n çıxaq 2 və ümumi bucaqların cəmini verib ki, 1800-dür. Onun üçün də buradan n çıxaq 2 bərabərdir 1800-ü böləcəyik 180-ə. N çıxaq 2 bərabərdir, hər ikisindən 1 0 geçsə 18 böl 18, 1, 0 da gətiririk yana 10. Deməli, n bərabərdir 10 üstə gələk 2, n də bərabərdir 12-yə. Deməli, tərəflərinin sayı 12. B variantı. 62-ci sual. İrrasional ədədlərdən hansı 3/1-dən kiçikdir? 3/1-dən kiçik olmasını necə yoxlaya bilərik uşaqlar? Baxırıq ki, sürətləri hər birində eynidir. Sürətlər eynidirsə, bizim belə bir qaydamız vardı ki, adi kəsirlərdə sürəti eyni olan kəsirlərin məxrəci kiçik olan böyük, böyük olan kiçikdir. Deməli, bizdən 3/1-dən kiçik olmasını soruşduğu üçün, məxrəci də 3 olduğu üçün 3 kiçik olmalıdır x-dan. Yəni, hansından? 3 hansından kiçikdir? Kök altında 3-dən xeyr, kök altında 2-dən xeyr, 6 xeyr, 5 və bir dənə variantımız qaldı 15. Kök altında 15-dən kiçik ola bilər. Ona görə də doğru variantımız E variantı. 63-cü sual.
Radiusu 7,5 cm olan dairənin diametrini tapın. Diametr düsturumuz belədir. D bərabərdir 2R. R-mizi verib 7,5, yəni 2 vuraq 7,5, bu da bərabərdir 15-ə. Doğru variant E variantı. 64-cü sual. 1, 7, 9, 5, 3, 6 rəqəmlərindən hər bir rəqəmdən bir dəfə istifadə etməklə düzələn ən böyük və ən kiçik 6 rəqəmli ədədlərin fərqini tapın. Uşaqlar, biz burada ən böyük 6 rəqəmli ədədi düzəltmək üçün baxırıq ki, 1, 2, 3, 4, 5, 6 dənə rəqəmdir və bunlardan ən böyüyünü düzəltmək üçün böyükdən kiçiyə doğru sırayla düzməliyik. 9, 7, 6, 5, 3, 1. İndi ən kiçiyini düzəltmək üçün isə kiçikdən böyüyə doğru düzməliyik. 1, 3, 5, 6, 7, 9 və fərqin soruşduğu üçün alt-alta çıxaq. 11-dən 9-un çıxdıqda 2, 12-dən 7, 5, 14-dən 6, 8, 5-dən 5-in 0, 7-dən 3-ün 4, 9-dan 1-in 8. Deməli, cavabımız 840.852. Doğru variant E variantı. 65-ci sual. 0,36 A üstü mənfi 5, B üstü 6, C üstü 3 vuraq 2,9'da 2, A üstü 4, B üstü mənfi 4, C üstü mənfi 5 ifadəsini sadələşdirin. Burada deməli nə etməliyik biz? İlk öncə əmsallarımızı vurmalıyıq, daha sonra dəyişənlərimizi vurub hesablamalıyıq, sadələşdirməliyik yəni. 0,36-nı adi kəsir şəklində yazaq, yəni %36 şəklində yazaq, vuraq. 2,9'da 2'ni də çevirək düzgün olmayana. 9'da 2 vur 9, 18, 18'in üstüne 2 gələndə 20. Digərində olduğu kimi yazaq. A üstü mənfi 5, B üstü 6, C'nin kubu. Vuraq A üstü 4, B üstü mənfi 4, C üstü mənfi 5 bərabərdir. 9 ilə 36-nı ixtisar edək. Məxrəcdə 1, sürətdə 4. 100 ilə 20-ni ixtisar edək. Sürətdə 1, məxrəcdə 5. Deməli, bizim ədəd hissəmiz, əmsalımız 5-də 4 alındı. İndi dəyişənlərimizə baxaq. Eyni olanların altından xətt çəkirəm ki, gözümüz görsün. A üstü mənfi 5 vur A üstü 4. Əsaslarımız eynisə üstlərimiz toplanırdı. Yəni mənfi 5-in üstünə 4 gələndə edəcək mənfi 1. A üstü mənfi 1. B-lərimizə baxaq. B üstü 6-dır, B üstü mənfi 4-dür. 6-nın üstünə mənfi 4 gələndə B üstü 2. C-yə baxaq. C'nin kubu vuraq C üstü mənfi 5. 3-ün üstünə mənfi 5 gələndə edir mənfi 2. Deməli, C üstü mənfi 2. Doğru variantımız hansı variant olacaq? 5-də 4 olmalıdır. A üstü mənfi 1. B'nin üstü 2. C'nin üstü mənfi 2. Deməli, doğru variant B variantı. 66-cı sual. Kubun tilini 1 vahid artırsaq, onun həcmi 19 vahid artar. Kubun tilini tapın. Uşaqlar, kubun həcmi düsturu necə idi? V bərabərdir A-nın kubu şəklindədir. Bilmirik ki, tili neçə olur, ona görə də A ilə işarə edək. Və 1 vahid artıraq. A üstə gələk 1. Onun həcmidir 19 vahid artar. Düstura əsasən yazırıq. A üstə gələk 1-in kubu bərabərdir. Həcmini də bilmədiyimizə görə və 19 vahid artır. Onda həcmi də olacaq A-nın kubu 19 vahid artmalıdır. Üstə gəl 19. Deməli, bunu düstur şəklində açsaq, mötərizə kubunu necə açırdıq? Birincinin kubu üstə gələk 3A kvadratı, vuraq 1, 1-i yazmırıq. Üstə gələk 3A vur 1-in kvadratı, 1 də yazmağa ehtiyac yoxdur. Üstə gələk 1-in kubu, yəni 1 bərabərdir A kubu, üstə gəl 19. Hər iki tərəfdə də müsbət işarə ilə A kub olduğu üçün islah getdi. Çünki əks tərəfə keçdikdə əks işarə ilə gələcək və sıfırlaşacaq. 3A kvadratı, üstə gələk 3A, üstə gələk 1, 19 da keçsin yanına çıxaq 19 bərabərdir 0. 3A kvadratı, üstə gələk 3A, 1 çıxaq 19 mənfi 18-ə bərabərdir. Uşaqlar, hər tərəfi 3-ə bölək. A-nın kvadratı, üstə gələk A, çıxaq 6 bərabərdir 0-a. İndi biz bunu Viet teoremi ilə də eləyə bilərik və diskriminantın tapılması ilə də eləyə bilərik, köklərini tapa bilərik. Viet ilə edək. Hansı ədədlərin cəmi mənfi 1-dir? Hasili mənfi 6-ya bərabərdir. Təbii ki, 2 ilə 3-ün. 2, 3. Görək hansının işarəsini alacaq. 2 ilə 3 yazdıqda 2-dən 3 çıxanda mənfi 1 edir. 2-dən 3 çıxanda mənfi 1 edir. 2-ni mənfi 3-ə vuranda mənfi 6. Deməli, bizim variantımız belə olacaq. 2 müsbət, 3 mənfi.
Kubun tirini deyir. Dediyi tiri deyəndə uşaqlar mənfi götürə bilmərik. Onun üçün də bu kənar kökdür. Deməli doğru variantımız 2 olacaq. Cavab E variantı. 67-ci sual. 4x kvadratı çıxaq 3x bərabərdir 0 tənliyinin həll edin. Nə edirik uşaqlar burada tənliyi həll etmək üçün? İlk öncə x-i çıxaraq mötərizə xaricinə. X mötərizə xaricinə çıxanda içəridə qalacaq 4x çıxaq 3 bərabərdir 0-a. Vuruqlar o zaman hasil 0-a bərabər olur ki, vuruqlar ayrı-ayrılıqda 0-a bərabər olsun. X bərabərdir 0-a, 4x çıxaq 3 bərabərdir 0-a. Birinci onsuzda x-imiz 0-dır. Digər tərəfə həll edək. 4x bərabərdir müsbət 3-ə, x də bərabərdir 3 və 4-ə. Deməli, doğru variantımız 0 və 4-də 3-dür. 0 ilə 4-də 3 variantı da B variantında uyğundur. 68-ci sual. A-nın hansı qiymətində 3A üstəgələk 9 ifadəsinin qiyməti 4A çıxaq 18 ifadəsinin qiymətindən 3 dəfə böyük olar? Deməli, bizə 2 ifadə verib, 3A üstəgələyi 9 verib və 4A çıxaq 18 verib. Biz bunları bərabərləşdirməliyik. Deyir, hansı-hansına böyük olar? 3A üstəgələk 9 ifadəsinin qiyməti 4A çıxaq 18 ifadəsinin qiymətindən 3 dəfə böyük olar. Uşaqlar, biz onda 4A çıxaq 18-i 3-ə vurmalıyıq ki, bunlar bərabərləşsinlər. Həll edək. 3A üstəgələk 9 bərabərdir. 12A çıxaq 3-ü də 18-ə vuranda 54. A'lar keçin bir tərəfə. 3A çıxaq 12A bərabərdir mənfi 54 çıxaq 9. 3-dən 12 çıxanda mənfi 9-a bərabərdir. Mənfi 54-dən də 9-un çıxanda toplanacaq işarə mənfi. Yəni cavab olacaq 63, mənfi 63. A da bərabərdir mənfi 63-ü mənfi 9-a böləndə cavab müsbət 7. Deməli, bizim A-mızın qiyməti müsbət 7 oldu. 69-cu sual. A bölək x üstəgələk A çıxaq A bölək x çıxaq A ifadəsini sadələşdirin. Uşaqlar, biz ilk öncə ortaq məxrəc gətirməliyik. Ortaq məxrəclə fikir verirsinizsə, birinci ifadənin məxrəci ilə ikinci ifadənin məxrəci bir-birinin əksidir. Yəni, bunlar da hansı müxtəsər vurma düsturuna gəlir? A kvadratı çıxaq B kvadratının açılışına. Yəni, A çıx B, A üstəgələk B olmalı idi. Ona görə də yazırıq ki, x-in kvadratı çıxaq A-nın kvadratı. Tamamlayıcıların tapdıqda birinci tərəfi vurmalıyıq x çıxaq A-ya, ikinci tərəfi də vurmalıyıq x üstəgələk A-ya. Bu şəkildə. Vuraq açaq. AX çıxaq A-nın kvadratı. Çıxaq AX çıxaq A-nın kvadratı. Bölək. X kvadratı çıxaq A-nın kvadratı. İslah gedənlərimiz varsa islah edək. Bəli, var. AX-la digər AX gedir, mənfi AX. İslah gedəcək. Qalacaq mənfi A kvadratı çıxaq A kvadratı. O da edir mənfi 2A kvadratı bölək X kvadratı çıxaq A kvadratı. Demək, bizim doğru variantımız hansı olacaq? Qarşısında mənfi olan variantımız. Uşaqlar, cavabımız normalda mənfi 2A kvadratı bölək x kvadratı çıxaq A kvadratıdır. Ancaq görürük ki, variantlarda yoxdur. Ona görə də hər tərəfi mənfiyə vurub aşağını məxrəcin yerini dəyişməliyik. Yəni, x ilə A-nın yerini dəyişməliyik. Olacaq A kvadratı çıxaq x kvadratı. Sürətdə isə olacaq 2A-nın kvadratı. Demək, doğru variantımız olacaq A variantı. 70-ci sual. X çıxaq 4-ün mötərizə kvadratı üstəgələk y kvadratı bərabərdir 52 çevrəsinin OY oxu ilə kəsişmə nöqtələrinin koordinatlarını tapın. OY oxu ilə kəsişmə nöqtəsi dediyi üçün o deməkdir ki, x 0-a bərabər olmalıdır. Harada x görürsə yerinə yazırıq 0. Yəni 0 çıxaq 4-ün kvadratı üstəgəl y kvadratı bərabərdir 52-yə. 0-dan 4 çıxanda mənfi 4. Mənfi 4-ün kvadratı 16. Üstəgələk y kvadratı bərabərdir 52-yə, y kvadratı bərabərdir 52 çıxaq 16, y kvadratı bərabərdir 52-dən 16 çıxanda 6, 36, y də bərabərdir 36 nəyin kvadratı? Təbii ki, plus minus 6-nın. İndi variantlarımıza baxmalıyıq. X-imiz 0-a bərabərdir. Deməli, bizim koordinat cütlərimiz nə olmalıdır? 0, mənfi 6 və 0, müsbət 6. Doğru variantımız 0, 6 və 0, müsbət 6 olan C variantında uşaqlar. 71-ci sual. Dairəvi diaqramda universitet tələbələrinin fakültələr üzrə sayının faizli ifadəsi göstərilmişdir. Televiktorinada iştirak etmək üçün universitetin bir tələbəsi təsadüfən seçilir. Hansı hadisənin baş vermə ehtimalı ən böyük olar? Yəni, ən böyükdür.
Deməli, biz baxırıq ki, rəngli hissələrimizdə birincidə 26%-dir. Digərində 14%, 21% və 39%-dir. Rənglərimizdə rəng seçiciliyin verib, təbii ki, yəqin ki, bu xətlidir. İqtisadiyyat fakültəsi 14%-dir. Riyaziyyat fakültəsi tünd olan 21% olar. Təbiət elmləri fakültəsi 39%-dir və ağ işarədə olan sosial elmlər fakültəsi isə 26% olacaq. İndi bizdən nə deyir uşaqlar? Yenidən oxuyaq. Dairəvi diaqramda universitet tələbələrinin fakültələr üzrə sayının faizlə ifadəsi göstərilmişdir. Viktorinada iştirak etmək üçün universitetin bir tələbəsi təsadüfən seçilir. Hansı hadisənin baş vermə ehtimalı ən böyük olar? Uşaqlar, fikir verməliyik ki, faizi daha çox olanın baş vermə ehtimalı daha çox olacaq. Demək, burada baxırıq variantlara. Təbiət elmləri fakültəsinin tələbəsi seçilmişdir. Təbiət elmləri nə qədərdir? 39%. Bəli, daha böyükdür. Doğru variantımız elə A variantıdır. Çünki ən böyük faizimiz elə 39%-ə bərabərdir. Onun üçün də A variantını seçə bilirik rahatlıqla. 72-ci sual. YF paraleldir AC-yə. YF bərabərdir FC bərabərdir 3 olarsa, AC 9 olarsa BF-i tapın. Uşaqlar, üstündə də qeyd olunub. Yenidən yazaq. YF 3, FC 3 və AC isə 9 olarsa BF-i tapın. BF-imizi isə X yazaq. X işarə edək. Burada mütənasiblikdən istifadə etməliyik. Deməli, böyük üçbucağın oturacağı 9-dur. Kiçik YBF üçbucağının oturacağı isə 3-dür. Ona görə də yazırıq 3 bölək 9 bərabərdir. Biz baxmalıyıq kiçik üçbucağın yan tərəfinə, yəni BF-ə X-dır. Böyük üçbucağın yan tərəfi isə bu ümumilikdə götürəcək, yəni BC. X üstə gələk 3-ə bərabərdir. Çarpaz şəkildə hesablayaq. 9x bərabərdir 3 vuraq, x üstə gələk 3. 9x bərabərdir 3x vuranda 3x, üstə gələk 3 vuranda 9. 9x çıxaq 3x bərabərdir 9-a. 9-dan 3-ün çıxanda 6x bərabərdir 9, x də bərabərdir 9 böl 6. O da bərabərdir 2-də 3, yəni 1,5-ə. Deməli, bizim BF-imiz x-in qiyməti oldu 1,5. Doğru variant. 73-cü sual. 3x bölək 2 çıxaq 4-də 3. Kiçikdir 4x çıxaq 5 bərabərsliyin ən kiçik tam həllini tapın. Uşaqlar, birinci tərəfdə ortaq məxrəc gətirək. 2 ilə 4-də ortaq məxrəcimiz 4 edəcək. 4. Tamamlayıcısı 2 olur birincinin. 3-ü 2-yə vuranda 6x çıxaq 3, kiçikdir 4x çıxaq 5. Məxrəcə 1 yazsaq, çarpaz şəkildə vurub açsaq, olacaq 6x çıxaq 3, kiçikdir 4-ü 4-ə vuranda 16x çıxaq 20. 6x çıxaq 16x, x-ları keçirək eyni tərəfə. Mənfi 20, üstə gələk 3. 6-dan 16 çıxanda mənfi 10x kiçikdir. Mənfi 20-nin üstünə 3 gələndə mənfi 17. X da kiçikdir. Hər tərəfi mənfiyə bölürüksə, işarəmiz, müqayisənin işarəsi əksinə dəyişəcək, olacaq böyükdür. Mənfi 17-ni də bölməliyik mənfi 10-a. X da böyükdür 1,7-dən. Deməli, bizim tam həllərimiz necə olacaq? Ən kiçik tam həllidir, birinci intervalımızı yazaq. Yəni 1,7-dən, uşaqlar böyük olmalıdır. Baxın, bu şəkildə. 1,7-dən böyük qiymətləri olmalıdır. Yəni, intervalımızı quranda qiymətlər çoxluğu 1,7 açıq, birləşir müsbət sonsuzluğa. Və bizdən də soruşur ki, ən kiçik qiyməti neçə olar? Təbii ki, 1,7-dən böyük olan tam həlli 2 olacaq. Variantımız 2. 74-cü sual. Avtobusda 30 nəfər sərnişin var idi. Birinci dayanacaqda 7 nəfər sərnişin düşdü. 9 nəfər mindi. İkinci dayanacaqda 14 nəfər düşdü. 4 nəfər mindi. Avtobusda ikinci dayanacaqdan sonra neçə nəfər sərnişin oldu? Deməli, uşaqlar, ümumilikdə 30 nəfər sərnişin var imiş. Birinci dayanacaqda 7 nəfər sərnişin düşdü. 7-si düşüb. Nə qədər qalacaq? 23 sərnişin. 9 nəfər minib. Olacaq 32 sərnişin. İkinci dayanacaqda 14 nəfər düşüb. 14 nəfər düşəndə 18 nəfər qalıb və 4 nəfər minib olub 22 nəfər. Avtobusda ikinci dayanacaqdan sonra neçə nəfər sərnişin oldu? Deməli, doğru variantımız 22 nəfər.
75-ci sual. Tənliklər sistemidir. 2x çıxaq y bərabərdir 9, x üstəgələk y bərabərdir 12 tənliklər sistemindən x, y hasilinin qiymətini hesablayın. Uşaqlar, tənliklər sistemini həll etmək üçün birinci baxmalıyıq əks işarə ilə y-lər olduğu üçün tərəf-tərəfə toplasaq y-lər islah gedər. 2x-in üzərinə x gəldikdə 3x edir. Bərabərdir 9-un üzərinə 12 gəldikdə 21. X da bərabərdir 21 bölək 3, x bərabərdir 7-yə. X-imizin qiymətini tapdıq. İndi istənilən tənlikdə yerinə qoyub y-i tapa bilərik. İkincidə yazaq yerinə. 7 üstəgələk y bərabərdir 12-yə, y bərabərdir 12 çıxaq 7, y də bərabərdir 5. Deməli, biz cavabımızı tapdıq 7 və 5. X, y hasilini soruşduğu üçün x vur y bərabərdir 7 vuraq 5, cavabımız 35. Deməli, cavab doğru variant 35 etdi. 76-cı sual. AB və CD parçaları Y kəsişmə nöqtəsində yarıya bölünür. BY, YD və AD bərabərdir, nisbəti bərabərdir 6-nın 4-ü 9-a nisbətindədir. ADY üçbucağının perimetri 38 olarsa, CB parçasının uzunluğunu tapın. Deməli, deyir ki, AB və CD parçaları Y kəsişmə nöqtəsində yarıya bölünüb. BY uyğun olaraq 6x olar, yəni 6k olar təbii ki, BY-miz. BY-miz 6k olsun. YD-miz 4k. Burada 4k. AD-miz 9k. 9k. Və yarıya bölündükləri üçün əgər DY 4k-dırsa, onda YC də 4k olar. YB 6k-dırsa, onda AE də 6k olar. Bizə də deyir ki, ADY üçbucağının perimetri 38 olarsa, üçbucaq ADY-nin perimetri 38-dirsə, uşaqlar, deməli bu üçbucaqdan söhbət gedir. Tərəflərini topladıqda 6k üstəgələk 4k üstəgələk 9k bərabərdir 38-ə, 6-nın üstünə 4, 10, 10-un üstünə 9, 19k bərabərdir 38-ə, k da bərabərdir 38 bölək 19. K bərabərdir 2-yə. Deməli, K-nın cavabını tapdıq 2-dir. CB parçasını soruşduğu üçün biz ilk öncə K-larımızı yerinə yazaq. Deməli, 9 vuraq 2, 18. AD-miz 18 oldu. 6 vuraq 2, 12. AY də 12. DY-miz də 4 vuraq 2 bərabərdir 8-ə. Deməli, bir-bir yazaq qarşısından. Bu AD oldu. AE və DE. Uşaqlar, verilən bütün tərəfləri tapdıq. İndi biz baxırıq nəyə? Baxın, fiqurumuzda bütün tərəflər yarı bölündüyü üçün və oxşar olduqları üçün, onda deməli AD də CB-yə oxşardır. Yəni, bərabərdir. TBT əlamətinə. Yəni, baxın, AYD CYB-yə oxşardır. Tərəf, bucaq, tərəf əlamətinə görə, tərəf, bucaq, tərəf əlamətinə görə, onda qarşı tərəflərimiz də bir-birinə bərabər olacaq. AD də CB-yə bərabər olduğu üçün biz tapmışdıq ki, AD-miz 18-dir. Onun üçün də deməli CB-miz də 18 olmalıdır. Deməli, variantımız 18. 77-ci sual. Mətbədəki rəngli və ağ-qara çap olunan bir vərəqin çap qiyməti cədvəldə verilmişdir. Cədvəlimiz bu şəkildə. Elnur bu mətbəədə 5/1 ağ-qara, qalanı rəngli çap olunmaqla cəmi 4000 vərəq çap etdirirdi. Buna görə o mətbəəyə neçə manat ödəməlidir? Biz burada nə etməliyik uşaqlar? Baxırıq ki, 4000 vərəqdir cəmi və 4000-in 5/1 ağ-qaradır. Biz tapmalıyıq ki, görək neçə vərəq ağ-qaradır. 4000-in 5/1 hissəsini tapaq. 5 ilə 4000 ixtisar gedəcək, qalacaq 800. Deməli, 800 vərəq ağ-qara olacaq. Ağ-qara. 800 ağ-qaradırsa, 4000-dən 800-ün çıxarıq. Və bizə verər rəngli vərəqlərin sayını. Yəni, edəcək 3200. Bu da rənglidir. İndi baxırıq ki, rəngli vərəqlərdə 1 ilə 1500 vərəq arasında 60 qəpik ödəyir. 1500-dən çox vərəq olanda 45 qəpik. Ağ-qarada isə 1 ilə 1500 vərəq arasında 0,35, yəni 35 qəpik, 1500-dən çox olduqda isə 30 qəpik ödəməlidir. İndi ağ-qaraya baxaq. 800 vərəqdir ağ-qaramız, 800 vərəq 1 ilə 1500 arasındadır. Ona görə 35 qəpik ödəməlidir. Deməli, biz nə edirik? 800-ü vururuq 0,35-ə.
Digərində isə rəngliyi 3200-dür. 1500-dən çoxdur. Rənglinin də 1500-dən çox olmasında 45 qəpik ödəməlidir. Deməli 3200-ü də vururuq 45 qəpiyə, 0,45-ə. 800-ü 0,35-ə vuranda cavab edəcək 280. 3200-ü də 0,45-ə vuranda cavab edəcək 1440. Deməli, bizə deyək ki, buna görə mətbəyə cəmi neçə manat pul ödəməlidir? Bunları toplayaq. 280-in də üzərinə gəlməliyik 1440-ı. Cavab edir 1720. Deməli, uşaqlar, bizim cavabımız edəcək 1720 manat. Bütün vərəqlərə ümumilikdə 1720 manat pul ödəyib. 78-ci sual. Bir ədədin 25%, digər ədədin 50%-nə bərabərdir. Bu ədədlərin fərqi 60 olarsa, ədədlərin cəmini tapın. Məsələni tənliklər sistemi qurmaqla həll edin. Biz tənliklər sistemini necə qura bilərik? Bizə deyir ki, bir ədədin 25%, digər ədədin 50%-nə bərabərdir. Bir ədədimizi x götürək, digərində y götürək. Onda 25% nə olacaq? 0,25x bərabər olacaq 0,50y-ə. Ondan sonra nə deyir? Bu ədədlərin fərqi 60 olarsa, yəni x çıxaq y-də 60-a bərabər olarsa, tənliklər sistemimiz artıq hazırdır. İndi keçək sadələşdirməsinə. Harada həll edək? Elə burada baxın, həll edək. 0,25x bərabərdir 0,50y-dir. Sadələşdirmə üçün hər iki tərəfi 100-ə vuraq. 100-ə vurduqda edir 25x bərabərdir 50y. Aşağıda da x çıxaq y bərabərdir 60-a. 25x-la 50y-i hər tərəfi bölək 25-ə uşaqlar. Hər tərəfi 25-ə böləndə qalacaq x bərabərdir 50-ni də 25-ə böləndə 2y. Aşağıda da x çıxaq y bərabərdir 60-a. Sadələşdirdiyimizə görə x-in yerində baxın, əvəz etmə üsulu ilə həll etsək 2y yaza bilərik aşağıda. 2y çıxaq y bərabərdir 60-a. 2y-dən y çıxanda y bərabərdir 60. Y-imizi tapdıq. İndi bizdən deyir ki, bu ədədlərin cəmini tapın. X-i da tapaq ki, sonra cəmləşdirək. X bərabərdir 2 vuraq 60. Əvəzləməmizdən istifadə etdik. 2-ni də 60-a vuranda 120 eləyir. X-i də tapdıq, y-i də tapdıq. İndi bunları toplayaq. 120-nin də üstünə 60 gələndə cavabımız edir 180. Deməli, bizim doğru cavabımız oldu uşaqlar 180. 79-cu sual. Elnur hər gün eyni miqdarda pul xərcləyir. Elnurun pulunun və xərclədiyi pulun miqdarını göstərən qrafik aşağıda göstərilmişdir. Elnurun pulu neçə günə bitər? Uşaqlar, qrafikə fikir versək görərik ki, xərclənən pullar və qalan pulları verib bizə. İndi biz nəyə fikir verməliyik? Fikir verməliyik ki, bunların hər ikisi də bir nöqtədə kəsişiblər. Və kəsişmə də onu göstərir ki, xərclədiyi pulla qalan pullar 15-ci gündə artıq bərabərləşib. Deməli, biz onda nə edirik? Baxın, ümumilikdə nə qədər pul xərcləyib, yəni neçə günə pul bitər bilmirik. Ona görə də deməli, xərclənən pulumuz 15x olmalıdır. Qalan pulumuz isə 150 manat idi, xərcləyib. Deməli, 15x-ın çıxmalıyıq və bunlar bir-birinə bərabər olmalıdır. 15x keçsək əgər 15x-ın yanına olacaq müsbət. 15x üstə gələk 15x bərabərdir 150-yə. 15-in üzərinə 15 gələndə 30x bərabərdir 150-yə. X də bərabərdir 150-ni 30-a böləndə 5. X-i tapdıq ki 5-dir. Bizdən də soruşur ki, Elnurun pulu neçə günə bitər? Uşaqlar, Elnurun 150 manat pulu var idi və 150 manat pulu hər gün 5 manat xərcləyərsə, deməli 150-ni biz bölməliyik 5-ə və cavab edəcək 30. Deməli, uşaqlar, Elnur pulunu 30 gün müddətində bitirəcək. Doğru cavabımız 30. 80-ci sual. 80-ci sualda bizə nə deyir? Bucaq A bərabərdir 100 dərəcə, bucaq B bərabərdir 50 dərəcə və D1 paraleldir D2 olarsa, bucaq C-ni tapın. Uşaqlar, paralellik şərtindən biz nəyə görə bilərik burada? Biz bunu 3 bucağa da tamamlaya bilərik. Və yaxud bizim hazır düsturumuz da var. Gəlin 3 bucağa tamamlayaq. Baxın, buradan bir paralel çəksək və birləşdirsək, 3 bucaq alındırmış ola bilərik. 100-ü
aşağı köçürsək, deməli uyğun bucaq olaraq 100 dərəcə edəcək. Digər tərəfdən də 50-dirsə, 100-ün də qonşusu neçə olacaq? 100-ün qonşusu təbii ki 80 olar. 80 ilə 50-ni toplayanda 130 edir. 180-dən də 130-un çıxanda cavab edir 50. Deməli bu tərəf də olacaq 50 dərəcə. 50 dərəcəni tapdıq. İndi qonşusu nə olar uşaqlar? Yenə 180-dən də 50-sini çıxarıq. Cavab edir 130 dərəcə. Uşaqlar C bucağında xarici bucaq. Yəni bu hissə olacaq 130 dərəcə. Cavabımız 130. 81-ci sual. Tərəfi 8 cm olan ABCD kvadratında S1 bölü S2 bərabərdir 9'da 1 olarsa S2-ni tapın.